Gürcüstan, Azərbaycan media forumu baş tutdu Bakı şəhərində, hansı ki, buna tarixdə ilk dəfə adlandıra bilərik ki, Gürcüstandan olan böyük bir qrup jurnalistlər, həmçinin də Azərbaycandan olan jurnalistlərin Bakı şəhərində media forumu baş tutdu və forum çərçivəsində burada çox maraqlı panel görüşlər oldu. Gürcü və Azərbaycanlı jurnalistlərin dezinformasiya ilə necə mübarizə aparılmalıdır, həmçinin medianın qızıl qaydaları, təməl prinsipləri haqqında və o cümlədən də iki ölkə arasındakı münasibətlərin daha da irəliyə aparılması yönündə mediaların rolu haqqında danışıldı. Təbii ki, sual-cavab formatında davam edən forum çərçivəsindəki panel görüşlər həqiqətən də çox maraqlı oldu və biz də elə Gürcüstandan gələn jurnalistlər olaraq artıq 2 gündür ki, buradayıq, Bakı şəhərindəyik. Dünən Bakı şəhərini ekskursiya etmək fürsətimiz oldu. Çox möhtəşəm bir ekskursiyamız oldu, hansı ki, Azərbaycanın rəqabətli ordusunun 44 gün ərzində əldə etdiyi zəfərlə əlaqədar məhz elə Zəfər muzeyində oldu, Qənimətlər parkında oldu. O cümlədən Bakının incilərini daha yaxından görmüş olduq və təbii ki, bu forumu təşkil edən, vəziyyətə əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. O cümlədən xüsusi təşəkkürümü bildirirəm Azərbaycanın Gürcüstandakı səfirliyinə və o cümlədən də Azərbaycanda Media İnkişaf Agentliyinə, mediaya təşəkkürümü bildirirəm.